Bu adam kömək eləyir mənə. Yığır, ay maşallah. Aha. Ged onları da gətir, o birisilər də gətir. Xanımlar, keçən videoda gördünüz, mən bunları ərikləri almışdım. Həm cem etməyə, həm şirə etməyə. Keçən videoda, yəni bunları göstərmədim də sizlərə. Elə aldığımı göstərdim, hazırlamasını göstərmədim. Burada 2 kilo hazır, 200 qram ərikdir. Tumlarını çıxarmışam, hazır 2 kilo 200 qram ərikdir. Qabıqlarını da soymuram. 1 stəkan xanımlar. Deməli, belə xrustal stəkan. Xanımlar, belə qoyuram, az ateşdə, belə bir 10 dəqiqə, 15 dəqiqə belə suda qaynayır, yumuşalır. Ondan sonra blenderdən keçirirəm. Blenderdən yaxşı-yaxşı keçirdikdən sonra şəkər tozunu əlavə edəcəm. 1 kilo 800 qram mən əlavə edirəm, cem olsa da. Deməli, 2 kiloya 1 kilo 600 qram cem əlavə edəcəm. Bir də bir armudu stəkan. Orada 200 qram da var axı. 1 kilo 600 qram, bir də bir armud stəkan. Şəkər tozunu əlavə edib, yəni cemimi bişirəcəm. Birinci qazanı etdik. 4 kilo yarım hazır əri idi. İndi tumunu çəkəcəm, qabığını çəkəcəm. Nə qədər qalıbsa, kiloya 2 litr su əlavə edəcəm və kiloya 1 xrustal stəkan şəkər tozu əlavə edəcəm. İndi siz az və ya çox əlavə edə bilərsiniz. Yəni qabığı mütləq soyulmalıdır. Yoxsa yəni bu şirəyə oxşamır, cemə oxşuyur. Qabığına da çox gedib. Dayını neyniyək? Qaynana gəlin soymuşuq. Belə. Elə bir kilodan çox gedər. İndi hər nə gedib də, yəni sərgəli olmalıdır ki, şirə oxşamalıdır da, yəni cemə oxşamalı deyil. Hələlik xanımlar, 1 litr su əlavə edirəm. 1 litr su əlavə edirəm, yetərlidir. İndi bunu qoyuram sobanın üzərinə. Orta ateşdə bir 10 dəqiqə qaynasın. 7-8 dəqiqə, 10 dəqiqə qaynasın. Sonra söndürəcəm, blenderdən keçirəcəm. Xanımlar, blenderdən keçirəcəm. Çünki yumuşalacaq, blenderdən keçirəcəm. Hələ suyun hamısını əlavə etmirəm. Hələ mən bilmirəm nə qədər su əlavə edəcəm. Çünki tumla qabığı çəkməmişəm. Xanımlar, bu cemdir də. Tam soyuyub. Yəni işlərim var idi ona görə. Tam soyuyub. İndi blenderdən keçirəcəm. Şəkər tozunu əlavə edəcəm üzərinə. Deməli, burada 2 kilo 200 qram təmiz ərik var. Kiloya 800 qram. 1 kilo 600 qram, bir də armudu stəkan. Şəkər tozu əlavə edəcəm. Və qoyacam bişməyə. Rəngini çox sarı götürürəm mən. Belə. Şəkər tozunu yaxşı əlavə etdiyim üçün, yəni heç bir qızğırma falan olmur. Xanımlar, şəkər tozu böyük xrustal stəkanla belə dolu 200 millidir. Yəni 200 qramdır. Qarışdırıram xanımlar. Qoyuram bişməyə. Xanımlar, indi bu şirəni blenderdən keçirirəm. Hazır 3 kilogram yarım ərikdir, 7 litr su əlavə edəcəm. Bir də 1 stəkan. Yəni o da buxarlanmağa falan hesab edirik də. 7 litrin 2 litrini əlavə etmişdim əvvəldən. Əlavə etdim, qoydum, yəni biraz qaynadı, yumuşadı, blenderdən keçirdim. İndi 5 litrini və 1 stəkanını əlavə edirəm. İndi xanımlar, şəkər tozunu da əlavə edim. Təbii ki, yenə blenderdən keçirəcəm. Xanımlar, 1 kilogram əriyə, deməli, 1 stəkan şəkər tozu əlavə edirik. 1. Sakitməli. 2. Əriyin kiloqramına, ha, xanımlar. Suya fikir verməyin siz. 3 kilo yarım baxır. Yarımı da əlavə edirəm. Bu da yarım. Kiloya 1 stəkan əlavə edirik.
Amma o yaxşı şirin etmir də. Mən 3 kilo yarıma əlavədə 1 stəkan əlavə edirəm. Başa düşürsünüz xanımlar? Kilo hesabı 1 stəkan əlavə edirəm. İndi bu azdan mən 5 kilo olanda 1 stəkan da əlavə edirdim. İndi bir armud stəkan, böyük stəkan yarısını əlavə edirəm. Belə. Demək 3 kilo yarıma 4 stəkan. 3 stəkan yarım idi, yarım da əlavə etdim 4 stəkan. Buyurub qaynamağa. Qaynamağa başlayanda xanımlar bir 7-8 dəqiqə qaynayır orta ateşdə. Yenə də blenderdən bir də kesirirəm. Köpüyünü yığıram. Bankalara doldurub qapaqlarını bağlayıram. O içərilərində də bəzi qırmızılar falan, o da o əriyin qırmızı olan yerləridir də, hissələridir. Bir də blenderdən kesirirəm, qoyuram sobanın üzərinə. Xanımlar, bu günlük, yəni gecədir də. Saat 11-dir. Cem edirəm, bir də natural şirənin bir qazanını da, yəni bir partiyasını edirəm. Qalanı sabaha. İnşallah sabah bitirərəm. Sabah axşama qədər ancaq bitirərəm. Xanımlar, axır ki bitirdim. Cemi bişirdim və bir qazan ərik şirəsini hazırladım. Tör töküntünü yığışdırdım, yudum. Gedim biraz dincəlim, yatmasam da gedim biraz dincəlim. Belə, sabah qalanlarını edəcəm. Sabah səhər bir qazan da hazırlayaram, sonra 1-2 saat dincələrəm. Yataram, qalanlarını da axşama qədər edib bitirərəm. Görürsünüz xanımlar, istidir. Elə görünür ki durudur. Amma duru deyil. Soyanda təbii ki biraz qatılaşacaq. Amma yenə də mən çox qatı da götürmürəm də, çünki piroglarda istifadə edirəm. Xanımlar, əriyin özünün qırmızılarıdır. Onları seçirəm mən, xoşum gəlmir. Bir-bir seçirəm içindən. İndi soyuyanda seçəcəm. Soyuyan qalsın sabah səhərə də. Qalsın sabah səhər. Heç bunlara banca götürməmişəm. Yadımdan çıxım. Bunlar da şirələrdir. Bu, yəni balkonda gördüyünüz adyal deyil. Bundan 3 ədəd var məndə. Balkondakı ilə balkondadır. Bankalar üzərindədir. Üstünü örtmüşük də. Bir tərəfinə yığmışam, bir tərəfinə üstünü örtmüşəm. 3 ədəddir bundan məndə. Açın, baxın. Görürsünüz hanım, mən görməyim. Düşməyim. Kim yatıb, kim ayaq. Hamı yatıb, cəsdən ayaq. 2, 4, 5, 10 ədəd alındı xanımlar. 10 ədəd alındı. Bundan bilmirəm də, harada var. Bizdə maşlığa da alardım. Düzdür, bizdə komport içilir, amma bəzən görürsünüz açılır, qalır. Ona görə bu 1 litrlik də yaxşıdır. Bu cür gözəl xanımlar. Gətir nənən qurban. Bu adam kömək edir mənə. Yığır, ay maşallah. Aha. Ged onları da gətir, o birisilər də gətir. Xanımlar, səhərdir, saat 9-dur. Məlik mənlə düşüb həyətə. Günay evdə iş görür. Çay zadı dedim, qaynat dəmlə. Gələk bir stəkan çay çək. Mən özüm düşdüm, padvala lazım olan bankaları gətirdim. Bu 1 litrlikləri götürdüm ki, lazım olar, banka çatmaz. Bu balacalara da cem yığacam. Məlik də gördüyünüz kimi nənəsinə necə kömək edir. Səhər olduğu üçün belə ayaqlı geydirmişəm xanımlar. Maması geydirib, daha doğrusu deyən göstərəcəm. Qoy bunları hələ edək sonra. Belə xanımlar, indi durun mən bunları yuyum, Məlik imkan versə. Bunları yuyum. Keç bu tərəfə. Bunları yuyum xanımlar. Əriklər də görürsünüz qalıb. Onları da çəkim, 5 kilo edim. Paketdə edim.
5-nə də başlayım işlərimi. Hələ ki bu bançaları yuyacağım. Sonra paketə çəkəcəm bir qazanlıqda. Onu yuyum. Günay çağıracaq, gedim bir stəkan çay içim, sonra gəlim. Yəni Günay bilməz axı hansı banka lazımdır. Ona görə mən padvaldan özüm çətin də özüm çıxarıram. Dedim sən çay dəmlə, elə biz də gələk. Nənəsi buna görə, nənəsi pirog pişirəcək, balası yeyəcək. Xanımlar, balam səhər-səhər cem yağ yeyir qəşəng. Çiyələk cemi ilə yağ yeyir, ərik cemi ilə yağ yeyir, keçəlindən qalanı. Bu arada xanımlar, bir dənə deməli, xanımlar biraz tozludur. Deməli, bir xanım yazmışdı ki, bu son videoda siz deyəsən təncə nəfəs sorsuz, elə oluram da xanımlar. Deməli, ərik şirəsidir də, bir banka qalıb, sonuncu bankada elə gətirdim. Yuyum, aparım, məli içər. Nəni sunu, qurban. Xanımlar, bankaları yudum. Belə, o da şirədir. Aparım, məlik içsin. Bankaları yudum. Ərikləri də yudum. Bilin, üzərinə su gətirirəm. Məlik məni çox yordu. Çox dünən yatmışdı, biz bu işlər görərkən yatmışdı. Rahat idik. Birinci partiyanı edərkən rahat idik. Məlik çəkin. Çəkin nənən qurban. Belə xanımlar. Bu birinci partiyanı hazırlayın. Xanımlar, indi nə edəcəm? Dünənləri biz çox yorulduq. Həddindən əl keç. Əli ver mənə. Həddindən artıq yorulduq. Bu deməli partiyanı necə edəcəm? Görüm rahat olur yoxsa yox. Bacım da elə edir. Deməli bunların mən tumunu sadəcə yaxşı. Tumunu sadəcə çıxaracam xanımlar. 2 bölüb tumunu çıxarıb qazana əlavə edəcəm. Üzərinə bir 2 litr su əlavə edəcəm. Bir 5 dəqiqə 10 dəqiqə qaynasın, yumuşalsın, tam yumuşalsın. Blenderdən yaxşı-yaxşı keçirəcəm. Sonra süzgəcdən süzəcəm. İndi mənim elə lap da böyük süzgəcim yoxdur. Görüm rahat olsa digər etdiklərimi də digər 2 qazan, 3 qazan edəcəmsə onları da el edəcəm. Yox, rahat olmasa yenə də soyacağıq. Çünki soymağa çox zaman gedir. Bacım elə edir, deyir, rahatda olur. İndi bacım az edir də, 3 kilo edir, 2 kilo edir. İndi mən bu qədəri bir dəfə etdim süzgəcdən, mən heç rahat olmadı. Xanımlar, bu cür cemi ki necə edirəm? Bu cür yudum. 2-yə ayırdım. Tumlarını çıxartdım, belə atıram qazana. Üzərinə də bir stəkan cemdə su töküb qaynadırdım. Sonra blenderdən keçirib şəkər tozunu əlavə edirdim. Eynən də bunu bu cür edəcəm. Görüm də nəsə bu mənə çətin gəlir. Görüm çətin olmasa digərlərini də elə edəcəm. Amma əslində rahat yoludur. Süzgəcim iri deyil ona görə. Xanımlar, deməli 4 kilo yarımdır. Amma tumlarını çəkməmişəm. Tumlarını hələ çəkəcəm. İndi hələlik 2 litr su tökürəm xanımlar. 2 bu cür 1 litrlik banka ilə 2 litr su tökürəm. İndi nə qədər əlavə edəcəmsə, sonra əlavə edəcəm də qalanını. İndi bu bir 10 dəqiqə qaynasın, yumuşasın, yaxşı blenderdən keçirim. Blenderdən keçirdikdən sonra süzgəcdən keçirim. Süzgəcdən keçirdiyimiz zaman qabıqları qalacaq süzgəcdə. Həmin qabıqları da tumun üzərinə əlavə edib çəkəcəm. 4 kilo yarım idi. İndi nə qədər gəlsə, tutaq 1 kilo yarım, 1 kilo gəlsə, yerdə qalan 3 kilo yarımın üzərinə nə qədər su, nə qədər şəkər tozu əlavə edəcəm, yenə sizə göstərəcəm. Xanımlar, bildiyiniz bir zülüm. Bir zülüm. Digərlərini mən qabığını soymağı düşünürəm. Həm mənim, deməli bu süzgəcim balacadır, bəlkə də böyük olsa, biraz heç olsa rahat olardı. Nə bilim, yəni bildiyiniz bir zülüm. Belə. Bir qazandan əlavə edirəm bu balaca qazana. Burada da qaşıqla belə edirəm süzgəci xanımlar, belə. O necə deyərlər, iynə ilə gör qazıram. Və digər qazanı əlavə edirəm, göstərəcəm sizə. Nə qədər buradan qabıq çıxır. Bu olmasa xanımlar cem oxşuyar.
Xanımlar görürsünüz, tam şəffafdır. İndi içindən çıxanları sizə göstərəcəm də. Bunu artıq mən süzgəcdən keçirmişəm. Bu qədər əziyyəti niyə çəkirəm? Balalarım üçün. Balalarım, gəlinim də mənim balamdır. Nəvəm, o da mənim balamdır. İçdikləri zaman xanımlar qəşəng olsun da, yəni da cem kimi olmasın. Yəni bu qədər əziyyət onlar üçün. Təbii ki, həm də qonaq üçün. Xanımlar görürsünüz, çox az, yəni qabıq hissəsi qaldı belə, keçmədi də. Ancaq soyduğumuz zaman, gördünüz də birinci qazanı etdiyimizdə, soyduğumuz zaman gördünüz nə qədər qabıq çıxdı. Yəni itkiyə də çox gedir. Belə düzdür, tez başa gəlir, amma məni çox yordu. Çox yordu, amma yorsa da digərlərin, yəni qalanları da belə edəcəm. Çünki soyumaq çox zaman aparır. İtkiyə çox gedir, ayrı zaman da çox aparır. Yəni indi ölsəm də elə belə edəcəm. İndi bunu mən tumun üzərinə əlavə edib çəkim. 4 kilo yarımdan çıxım, qalanına bilim də nə qədər şəkər tozu su əlavə edəcəm. Tam deməli hazırım 4 kiloqramdır. 4 kiloqrama xanımlar, kiloqrama 1 stəkan əlavə edirəm. 2 3 4 bir də xanımlar yarı stəkan, yəni bir arvad stəkan. 4 stəkan, kiloya yəni 1 stəkan. Yarım stəkan da artıq əlavə etdim. İndi nə edirik xanımlar? 4 kilodursa, deməli 1 kiloya 2 litr su əlavə edəndə 8 litr su əlavə etməliyəm. 2 litr etmişdim də, düzdür? 2 litr etdim, qaynadı, yumuşadı, blenderdən keçirdim. 2 litr etmişəm, indi 6 litr də edəcəm. Xanımlar, sobanın üzərinə qoyuram orta ateşdə. Günay bunun köpüklərini yığar. Mən gedirəm həyətdəki ərikləri yuyam. Yəni 2 qazan artıq bundan 2 qazan, digərində elə 2 qazan edəcəm. Yeni dama çəkəcəm də. Onları yuyum, tumunu ayırım, 2 qazana əlavə edim, gətirim, gəlim. Təbii ki, indi arada gələcəm bunu özüm bir 10 dəqiqə qaynayacaq, yetərlidir. Bankaları əlavə edəcəm, bağlayacağım, gedəcəm, işimi davam edəcəm, gələcəm, sonra bunları hazırlayacağım. Xanımlar yenə də məli iş başındadır. Fikir verirsiniz. Qapaqları götürür, qazana yığır, bankaları. Ay bala qoy ora. Onlar mən bir də təzdən yuyacam. Xanımlar bunlar axırıncılardır. Qazanı qoydum sobanın üzərində, orta ateşdə köpüklərin cuna yığacaq. Arada da mən özüm gedəcəm. Yəni bankalara yığacam. Bir 10 dəqiqə qaynasa yetərlidir. Bunları da ayırdım xanımlar, çəkdim. 4 kilo yarım səbətin birindəkidir, 4 kilo yarım birindəkidir, tasdakı da 2 kiloqramdır. İndi bunları ayrı-ayrı, indi yuyacam, tumlarını ayırıb, hər birini ayrı-ayrı qazanlara əlavə edəcəm. Ay bala, ay bala, neynirsən? Nənəsi buna qurban, ay xanımlar, bolamın belə həyətdə giyməyə rezin şap-şapı yoxdur. Nənəsi buna qurban. Xanımlar, atası səhər tezdən gedir, axşamda yorğun gəlir, ancaq evə qaçır ki, dincəlsin. Maması bilirsiniz, mamasıdır, nənəsi evdən bayra çıxmırıq. Çıxanda da harasa gedirik, elə hara gedirik, oradan da geriyə taksi ilə qayıdırıq. Ona görə gələk bir gün vaxtımı sərf edəm, çıxan balama belə şeylər alam. Nünüsü ona qurban. Bolamın həyətdə giyməyə, rezin şap-şapı yoxdur. Sənə mən qurban olum mən. Oynayır, qoy oynasın, eybi yox, təzdən yuyarım bunları. Balam yatmağa gedəndə mən təzdən onları yuyacam. Bunları yuyum xanımlar. Elə axşam ancaq bitirəcəm bunları. Xanımlar, axır ki bitirdim.
bitirdim işimi. Bilirsiniz ki, deməli 28 kilogram almışdım da. 2 dəfə etdim. 4 kilo yarım, 4 kilo yarım. Böyük aşüzənlərdə olanlar da 4 kilo yarım, 4 kilo yarım. Belə də 18 kilo. 2 kilo da balaca aşüzəndə olanda 20 kilo. 20 kilonun şirəsini hazırlayıram. Sonra 2 kilo yarım idi, nə qədər isə onu da cem etdim də. Elə düz edir də, 1 manat 80 qəpikdən 42 manat edir. Belə. İndi elə bunları həyətdə də tumlarını təmizləyirəm. Qazanlara ayrı-ayrı 3 dənə qazana yığıram. Aparıram evə. Evdə davam edəcəm. Xanımlar, 2 qazan sobanın üzərindədir, 2 qazan da gözləyir. Mən əslində dedim altını yandırıram, günah köpüyünü yığar, mən arada gələrəm, dedim əşya çətin olar. Ona görə heç dedim qoy qalsın. Gəlim hamısını birdən başlayayım. Getdim həyətdə də qalanları yudum, ayrı-ayrı çəkdim, qazanları əlavə elədim, tumunu təmizlədim. İndi o süzgəcdən keçirdiyim qazanı ön tərəfə qoymuşam. İndi hələ yandırmamışam, indi yandıracağam. Xanımlar, yandırdım. Arkada da 2 kilo olandı. Onlar bitsin, sonra da bu 2 dənə qazanda hər birində deməli 4 kilo yarım olandı. Bu qazan balacadır xanımlar. Bu qazandakını ön tərəfdəki qazan var, onu əlavə edəcəm. O bişsin, hazır olsun. Onu bankalara doldurun. Sonra bunu əlavə edəcəm ona. Çünki bu balacadır. Deyərsiniz, burada niyə edirsən, balkonda etmirsən? Balkonda da edə bilərəm əlbəttə ki. Nə bilim, yoruluram, burada arada divanda otururam, dincəlirəm, üzrəm, uzanıram. Bir dəfə eləyə bilmirəm, ona görə. Əsas işləri zaten həyətdə görmüşəm. Bu qazan da gözləməkdə. Bu da digər qazandır. Xanımlar, bu 2 kilogram olanda arxa tərəfə qoymuşam sobada. 1 litr üzərinə su əlavə etdim. Xanımlar, görürsünüz, rəngi nə gözəldir, dondurudur. Qaynamağa başlayandan sonra bir 7-8 dəqiqə qaynayır, uzağı 10 dəqiqə orta ateşdə yetərlidir. Xanımlar, gəlin qaynana biz bitdik. Amma hələ işimiz bitməyib. Axırıncı 2 qazandı, göstərəcəm, sobanın üzərindədir. Bu arada da oğlum, böyük oğlum sevir südlaçda. Xanımlar südlaç deyirlər, türklər, bizimkilər çoxu südlaç deyirlər. Biz südla aş deyirik. Südlaç deyən, türklər kimi etdiyim zaman, xanımlar, mənim belə qablarım var da, sobaya qoymaq üçün saxsıdır da, deyəsən olar. Onlar da edirəm, yəni üzəri sobada qızarır. Mən elə sevmirəm. Uşaqlar elə sevir, amma da dedim, indi iş soxdur. Elə. Elə arada da onu bişirdim. Belə. İndi verəcəm birini Məlik yesin. Məlik səhərdə gözləyir. Demişəm, qoy həm soyusun. Soyuyublar, tam soyuyublar. Soyuducuya qoymuşduq. İndi üzərinə darçın gəzdirəcəm. Heç bilmirəm saat neçədir. Hələ qaranlıq düşmüyor. Axşama doğru gedir. Yəni yarım saatlıq iş qalıb da, belə deyək. Bir neçə gün istirahət edəcəm xanımlar. Hələ heç nə etməyəcəm. İstirahət edək. Çünki ard-arda etdiyimiz zaman çox yoruluruq, çox. Həm də xanımlar, bazar çox bahadır. Yəni keçənki kimi etmək düşünmürəm. Ən vacib olanları edəcəm. Düz yendir, hər zaman uşaqlarım yediyini edirəm. Keçən ildən də qalıb, keçən çox etmişdim, qalıb padvalda. Bu ildə yəni bahadır da. İndi mən tək evim üçün etmirəm axı, mən edirəm. Bir yerə gedəndə hədiyyə də aparıram, pay da verirəm, hədiyyə deyərkən pay da verirəm, pay da göndərirəm. Amma da indi mən xanımlar 7 manat yarıma, 7 manat 50 qəpiyə iri gilaslar. Ondan sonra 5 manata, nə deyirik onu? Vişnə deyirik də, vişnəyə nə deyirik xanımlar? Albalı.
mən onu necə alım, bişirim, payda edim. Yəni hər şey imkan daxilindədir. Yəni ona görə öz ailəm üçün, öz övladlarım üçün sırf yedikləri üçün edəcəm da pay bu il olmayacaq. Yəni ötüşən edəcəyik də xanımlar. Xanımlar, mənə imkan vermir. Ona görə də belə sərgəsiz alındı. Nədir bu? Darçın. Hələ bunu da barmağını vurub xanımlar, barmağını vurub ağzına vurub. Dedim qoy göstərim xanımlara, sonra ye. Neyse ona qurban. Burası görünür də görürsünüz. Darçını səpdim ki görünmür. Burada barmaqlı. Barmaqlarının üçünü də batırıb gəlib mənim üstümə. Mən də köpüyünü yığıram. Əriyin şirəsinin köpüyünü yığıram. Gəlib mən göstər ki gör neynəmişəm. Verin balam nuşicanını yesin. Belə gözəl, çox dadlı olur. Biz çox sevirik. Xanımlar, inşallah həyətdə də çəkəcəm sizlər üçün. Həyətdə rəngi daha gözəl görünür. Padvala apardığım zaman həyətə də düzüb, səkin üzərinə sizlərə göstərəcəm rəngini. İndi evdə istərsəniz rəngi yaxşı görünmür və artıq hava qaralmağa doğrudur. Gün işığında daha gözəl görünür rəngi.